Salam dəyərli şagirdlər və abituriyentlər, Dövlət İmtahan Mərkəzi test toplusuna davam edirik. Deməli, bugün mövzular arası əlaqəyə aid olan testlərin izahına baxacağıq. 140 dənə test var burada. Yəqin ki, bir 3 hissəyə böləcəyik biz izahlarımızı, amma çalışacağam ki, ardıcıl şəkildə bunlar paylaşılsın. Çünki artıq imtahana az bir müddət qalıb, ardıcıllıqdan kənara çıxmaq lazımdır. 11-ci sinif uşaqları artıq bu mövzunun izahını tələb edir. Demək, burada bilirik ki, artıq biz bütün Azərbaycan dili bölməsində keçdiyimiz nələr varsa, hamısını birləşdirir, onlara ümumi şəkildə test hazırlayır. Gəlin yoxlayaq, görək burada nə kimi testlərimiz var, nələr var. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə nə edirik? Dəstək olmaq üçün abunə olmağı və paylaşmağı unutmuruq. İndi isə gəlin başlayaq testlərimizin izahına. Demək deyir ki, ara söz işlənmiş müəyyən şəxsi cümləni müəyyən edin. Ara söz nə idi? Belə sintaksin modal sözü idi də, demək olar ki. Şair bayaqdan səni gözləyirəm. Burada bu xitabdır bildiyimiz kimi. Deməli, burada modal sözü deyəsən görünür, doğrusu beləmi? Yəni sintaksdə bunun adı ara sözdür, morfologiyada adı nədir? Modal söz. Bizə gəlməyəcəklər kim? Onlar. Bu qeyri-müəyyən şəxsli cümlədir. Qeyri-müəyyən şəxsli. Həyəcandan qızın dili topuq vururdu. Qızın dili topuq vururdu xəbərdir, eləmi? Mübtəda yoxdur, düşünə bilmirsən, bu şəxsiz cümlədir. Sizi görə bilməyəcəm. Kim? Mən. Oldu müəyyən şəxsli cümlə. Cavab oldu D variantı. Tədbirdə iştirak etməmişlər. Kim? Onlar. Bu da qeyri-müəyyən şəxsli cümlə. Tamamlıq işləmiş əmr cümləsini müəyyən edək. Demək, əmr cümləsi feilin əmr şəklində olmalıdır, xəbəri, eləmi? Bir qrup həkim təltif edilsin. Bu əmr şəklindədir. Təltif edilsin kim? Həkim. Hansı həkim? Bir qrupu. Burada tamamlıq olmayacaq. Sonra yenə gülümsəyib baxdın, ay çiçək, bu xitab heç. Baxdın, D zaman şəkilçisidir. Bu artıq xəbər şəkildə getdi. Yada düşən uşaqlıq xatirələri məni kövrəltdi. D zaman şəkilçisidir, xəbər şəklindədir. Getdi. Demək, yaxşı insanlara layiqincə qiymət verək. Əmr şəklindədir, eləmi? Kim? Biz. Kimə? İnsanlara. Bəli, tamamlıq var. Əmr cümləsidir. Və cavabımız olacaq D variantı. Bunu arzu şəkli kimi düşünməyimiz üçün uşaqlar burada arzu ədatlarına iştirak etməsi lazım. Deyərsiniz ki, aq əkməlim, bəs bunu həm arzu, həm də əmr şəklində düşünə bilirəm. Xeyr. Əgər cümlədə ədatın özü yoxdursa, bərpa etmək başqa bir şeydir. Ədatın özü yazılmalıdır. Kaş, barı, təki, arzu ədatlar yazılmalıdır. O zaman arzu şəkildə düşünəcəksən. Həm sifət, həm də feil sifət işlənmiş sıranı müəyyən edək. Demək, yorğun, necə insan, yorğun insan sifətdir, eləmi? Sevincək, bu feil sifət yoxdur. Dalaşqan, sürüşkən feil sifət yoxdur. Ağlağan, çalışan, bax. Çalışan, ən feil sifət şəkilçisidir. Ağlamaqdan da ağlağan, ağan, əyən, sifət düzəldən şəkilçisidir. Feildən sifət düzəldir. Nömrələnmiş sözlər əsasən Euler Venn diaqramının kəsişməsinə yazıla bilməz. Demək, bura, yəni hər ikisinə aiddir. Qoxusuz, mənasız. Qoxu sözündən, qoxusuz, məna sözündə də mənasız sifəti düzəlir. İkisi sifətdir, eləmi? Gəl baxaq. Aid olduğu sözlə tabiəsizlik əlaqəsindədir. Qoxusuz lalədir, mənasız şeir. Necə tabiəsizlik əlaqəsində ola bilər? Bu tabiəsizlik əlaqəsində olması üçün normalda həmcə söz olmalıdır, amma qoxusuz lalədir. Bu təyinlə xəbər arasındakı əlaqə tabiəsizlik deyil, tabiəlik əlaqəsi. Bu yanlış fikirdir. Elə verilə bilməz dediyi üçün cavabımız olacaq A variantı. Aslı tərəfdir, bəli. Birinci tərəf aslıdır. Təyindir, bəli. Lalədir, nə? Necə lalədir? Qoxusuz. Şeirdir, nə? Necə daha doğrusu, nədir? Mənasız. Təyindir, aslı tərəfdir, sifətli ifadə, qoxusuz, mənasız, sifətli, aid olduğu sözlər baş özlərdir, bəli. Aid olduğu sözlər xəbərdir, baş özüdür. Vasitəsiz nitqi tabeli mürəkkəb cümlə olan, vasitəsiz nitqi tabeli mürəkkəb cümlə olan nümunəni müəyyən edin. Gəlin baxaq burada. Bəlkə məndən incimisən deyə Gülbəniz üzümə baxdı. Burada tabeli mürəkkəb cümlə yoxdur. Su axar, çıxını tapar. Bu heç bu gün inanırdım ki, bax məsələn C-də tabeli mürəkkəb cümlədir. Yoxlayacağam indi o başqa məsələləri. Bu gün sabah dava qurtarar, hər şey yaxşı olar. Yaxşı olar nə? Hər şey
Bu tabisiz mürəkkəb cümlədir, eləmi? Təksir özündədir, ancaq bu da tabisiz mürəkkəb cümlədir. Cavab C variantı olacaq yəqin ki. Deyə Nərgiz rəfiqəsinin üstünə atılıb onu qucaqladı. Demək, müəllifin sözü vasitəsiz nitq, eləmi? Vasitəsiz nitq, bu da müəllifin sözü. Elə çıxıdan mən görürəm ki, bu tabi mürəkkəb cümlədir. Cavab C variantı. Vasitəsiz nitqi qeyri-müəyyən şəxsi cümlə olan nümunə. Baxaq, bu müəllifin sözü vasitəsiz nəcəb atangilə getməmsən. Burada qeyri-müəyyən şəxsi cümlə yoxdur. Dönəndən sizi gözləyirlər. Kim? Onlar. Onlar kimi düşünə bilirsənsə, demək olur vasitəsiz, daha doğrusu qeyri-müəyyən şəxsi cümlə. Dırnaqdadır, vasitəsiz nitqi burada müəllifin sözüdür. Cavab olacaq B variantı. Bunlardan biri zərflə sifət üçün ortaq əlamət sayıla bilməz. Cümlə mübtədası tamamlığı ola bilmək. Sifət də mübtəda ola bilir. Eləmi? Zərf də olur, yuxarılar məsələn. Tamamlıq da olur, bəli. Bu aid. Əsas nitq səsləri ikisi cümlə özü kimi çıxış eləyir. Ortaq suallar olmaq necə nə cür? Daha çox təyin vəzifəsində olmaq bu sifətin xüsusiyyətidir. Zərf zərflik olur daha çox. Qeyri-müəyyən miqdar sayı işləmiş müəyyən şəxs cümlə müəyyən edək. Dünən Səlim yaxınlıqdakı mağazadan 5 kitab aldı. 5 qeyri-müəyyən miqdar sayı deyil, müəyyən miqdar sayı. Səndən qeyri-müəyyən istir getdi. Bu gün az oxumuşam feilə aid olduğu üçün bu olacaq zərf, eləmi? Bahar gəldi, havalar xeyli yaxşılaşdı. Bu da oldu zərf, feilə aiddir. Xeyli adam ismə aiddir, qeyri-müəyyən miqdar saydı. Çağırmışlar kim? Onlar. Qeyri-müəyyən şəxsli cümlədir. Amma səndən nə istəyir? Müəyyən şəxsli cümlə olsun istəyir. Görürsünüz nə qədər burada incəlikləri var. Kursda 25 nəfər dinləyici var idi. Demək 20 25. Bu qeyri-müəyyən şəxs cümlə, daha doğrusu qeyri-müəyyən miqdar saydı. Var idi kim? Dinləyici, müəyyən şəxsi cümlədir. Cavabımız olacaq E variantı. Həm müəyyən şəxs cümlədir, həm də göründüyü kimi burada var. Qeyri-müəyyən miqdar sayı var. Ümumi qrammatik mənası və quruluşunu nəzərə almaqla nöqtələn yerinə görə ümumi qrammatik mənası nədir? Nitq hissəsi. Nitq hissəsi, bir də quruluşu, yəni sadə, düzəltmə və mürəkkəb baxacağam. Demək, milyard nədir? Sadə. Üçüncü nədir? Düzəltmə. Bura nə lazım? Mürəkkəb. Və nə lazımdır? Say. Göyçək sadə. Bura lazım düzəltmə. Bura mürəkkəb. Bu da oldu sifət. Koroğlu mürəkkəbdir. Bu düzəltmədir. Burada sadə nə lazımdır? İsim. Yəni sən birində sadə isim lazımdır. Dadlı sadə sifətdir məsələn. Sadə isim olar. İkidə düzəltmə sifət lazımdır. Böyüməkdən böyük olar. Burada da mürəkkəb say lazımdır. 5-cidəki mürəkkəb say deyil. Eləmi? Bu da getdi. Kitablar olar, nabələt, na ön şəkilçisi olar. 2,5 bu da mürəkkəb sayda olacaq. Olacaq C variantı. Bacarıqsız olmaz. Şəhərli düzəltmə sifət olar. 5 cüt bu da mürəkkəb sayda ilə axı olmaz. Olmaz. Nümunələrdən birində Lalə fərqləndirilmiş hissələrdən hər ikisi ilə eyni səs tərkibinə malik olsa da funksiyasına görə heç birinə uyğun deyil. O yaşamaq üçün inatla mübarizə apardı. Necə? Nə tərzdə mübarizə apardı? İnatla. Burada zərflikdir. Zərfdir, eləmi? Zərf. Nan, nən kimi tələffüz olunur. Mən kəndə qatar ilə getdim. Nə ilə getdim? Qatar ilə. Burada nədir? Qoşma. Nan, nən kimi tələffüz olunur. Ha, indi səndən nə istəyir? Lalə fərqlənmiş hissələrin hər ikisi ilə eyni səs tərkibinə malik olsa da funksiyalara görə heç biri uyğun deyil. Yəni zərf də olmasın, qoşma da olmasın. Yəni bağlacı istəyir də bir növ. Ayaz şəkilləri karandaşla qoşmadır bu, eləmi? Bu gedəcək. Sonra namusla yaşamaq üçün əməyi sevməlisən. Necə yaşamaq üçün zərfdir. O bütün çətinliklərə vüqarla dözdü. Çovğunla qar, çovğun və qar, eləmi? Cövlan edəndə. Demək burada nə oldu? Bağlayıcı. Eyni çovğunla qar, nandən kimi tələffüz olunur. Yəni tələffüz şəkli eynidir, amma buradakı nədir? Bağlayıcı. Bizdə qoşma və zərf verilmişdir. Cavab olacaq D variantı. Burada qəşəng suallar var. Hansı cümlədir? Fərqlənmiş sözlər. Sintaktik sualları eyni, lakin fərqli nitq hissələri olan sözlərdir. Demək, igidlər və cəsarətlə hər ikisi necə sualına cavab verir.
Eləmi? İgidlər cəsarətlə vuruşurdular. Daha doğrusu burada kimsə ona cavab verir, igidlər. Elə deyil. Kim sualına cavab verdi, burada necə sualına cavab verdi, bu getdi. Uğurlu, bugünkü yalnız hansı sualına cavab verəcək? Eləmi? Uğurlu, bu da necə sualına cavab verəcək? Həm də hər ikisi sifətdir zaten. Dəmir darvaza, dəmir necə sualına cavab verdi? Qoca kim sualına cavab verdi? Sualları fərqlidir. Eləmi? Amma tərsi nədir? İsim sifətin sualına cavab verdi, sifət ismin sualına cavab verdi. Dəri çanta, saxsı qap, hər ikisi necə sualına cavab verir, amma hər ikisi isimdir. Bizim uşaqlar gələcək həyatın qozladır. Hansı həyatın gələcək həyatın, hansı uşaqlar bizim uşaqlar. Hər ikisi hansı sualına cavab verir. Amma bu əvəzlikdir. Eləmi? Bu da hansı gələcək isimdə bu. Cavabımız olacaq E variantı. Zarafatçıldır sözü ilə bağlı səhv fikri müəyyən edək. Tərkibində amonim şəkilçi işlənmişdir. Zarafat sözün köküdür. Eləmi? Cıl, leksik, dırda xəbərlik şəkilçisi. Demək, tərkibində deyir amonim şəkilçi işlənmişdir. Burada dır şəkilçisi olur, eləmi? Dır həm zaman şeydir, dır deyil, feildən feil üzərinə şəkilçi, icbar növü şəkilçisi, həm də xəbərlik şəkilçisi. İsimdən düzəlmiş sifətdir. Bəli, zarafat, zarafatçıl. Leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. Hər ikisi bir dənədir. Düzəltmə sözlü başlanğıc formadır. Başlanğıc formada deyil, qrammatik şəkilçi var. Burada necə başlanğıc formada ola bilər bu söz? İsmi xəbər vəzifəsindədir. Bəli. Yəni sifətdir də bu. İsmi xəbər olacaq. Cümlə haqqında fikirlərdən biri doğru deyil. Axı kimdir? Onlar yoldaşsadır deyə yerbəyerdən soruşdular. Demək, bu nə oldu? Vasitəsiz nitqdir. Bu da oldu müəllifin sözü. Baxaq, müəllifin sözü qeyri-müəyyən şəxsi cümlədir deyə yerbəyerdən soruşdular. Kim? Onlar. Bu olar. Düzdür. Təyin isimlə ifadə olunmuşdur. Baxaq, axı kimdir? Onlar yoldaş sədir. Yoldaş sədir kitabdır heç. Kimdir xəbər deyə yerbəyerdən soruşdular. Burada təyin yoxdur axı. Yoldaş sədir xitabdır. Kimsədir yoldaşı təyin götürə bilməzsiniz. Kimdir xəbər? Kim onlar mübtəda? Soruşdular xəbər. Bu heç ki təyin yoxdur. Burada cavab B variantı. Vasitəsiz nitq müəyyən şəxs cümlədir. Mübtədası var, xəbər var da düzdür. Onlar kimdir? Vasitəsiz nitqdə qrammatik cəhətdən cümlə üzvləri bağlı olmayan ifadə işləmişdir. Bəli, xitab işləmişdir. Həm ismi, həm də feili xəbər var. Bu ismi xəbərdir, bu da feili xəbərdir. Düzdür. Əcdadlarımızın miras qoyduqlarını ləyaqətlə qorumaq bizim vətəndaşlıq borcumuzdur. Yanlış fikirə baxaq. Nəqli cümlədir, bəli, borcumuzdur, nəqli cümlədir. Müəyyən şəxs cümlədir. Nə? Əcdadlarımızın miras qoyduqlarını ləyaqətlə qorumaq. Bura qədər nə olacaq? Məsdər tərkibi mübtəda. Bizim borcumuzdur da xəbərdə. Öyle mübtəda və xəbər nə bayaqdır ki? Tamamlıq yoxdur. Öyle yanlış fikir istədiyi üçün C-ni seçəcəm. Bizim yiyəlik və borcumuzdur mənsubiyyət, eləmi? Bu ismi birləşmə, bu da feili birləşmə. İsmi xəbərlidir, bəli. İsmi birləşmədir də bu. Mübtədası və xəbəri söz birləşməsini ifadə olunub, bəli. Biri ismi, biri feili birləşməni ifadə olunub. Ailənin funksiyasına baxaq. Onunla öyünmək gərəkdir. Kimlə? Onunla qoşmadır burada. Eləmi? Sənlə mən burada bağlayıcıdır. Sevinclə necə? Bu da zərfçədə leksik şəkilçidir. Demək, birinci qoşma, ikinci bağlayıcı, ikinci zərfçədə leksik şəkildə cavab D variantı. Bax, kim ilə nə ilə sualına cavab versə qoşmadır. Vədən əvəz elə bilirsəniz bağlayıcıdır. Necə nə tərcə sualına cavab versə zərfçədə leksik şəkilçidir. Nöqtələrin yerinə deyir hansı ifadənin əlavə olunsa, tərkibində tabisilik əlaqəsində ifadələr olan və ədəbi dil normasına uyğun cümlə alınır. Tabisilik əlaqəsi elə eləməliyəm ki, qardaşımla mən nə olmalıdır? Həmcins üzv olmalıdır. Qardaşım və mən. Kim ilə mən yox, qardaşım və mən kimi düşünməliyəm. Eləmi? Birinci şəxsin, nə edəcəksən bunu? Birinci şəxsin cəmində eləyəcəksən. Niyə görə? Çünki tabisiz mürəkkəb cümlə, tabisizlik əlaqəsi olanda həmcins üzvləri biz nə demişik? Həmcins mübtədalardan biri birinci şəxsin təkindədirsə, xəbər birinci şəxsin cəmində olacaq. Bax, bu qardaşım üçüncü şəxsdir, o.
Bu da mən, birinci şəxsdir, eləmi? Gedəcəyik. Mən bunu birinci şəxsin cəmində eləyəndə gedəcəyik. Neynədim bunu? Qardaşımla məni həmcis üzv elədim. Elə deyil. Ona görə də elə sənin şərtinə uyğun gəldi. Həmcis üzv oldu. Yəni tabiçilik əlaqəsində oldular və dilin normasına da uyğun gəldi. Çünki dilin norması tələb edir ki, həmcins üzvlərdə, həmcins mübtədalarda xəbər təkdə və ya da cəmdə olması necə təyin edirsən mübtədalarda görə. Həmcins mübtədaların biri birinci şəxsdədirsə, birinci şəxsin cəmdə olacaq. Eləmi? Cavabın olacaq E variantı. Ana indi xörək bişir. Anadan sonra vergül qoyubdu özü. Demək, nə demək istəyir? Xitab. Sən indi xörək bişir. Nə et? Bişir. Eləmi? Yəni bişməkdən bişirmək. Əgər desəydi ki, indi xörək bişir, nə edir? Sualına cavab versəydi, nə edir? Nə edir? İndi xörək bişir. Ir olacaqdı orada zaman şəkilçisi, nəmi? Amma mövcud şəkildə burada ir nədir? Leksik şəkilçi. Adlı qaldı olan sözlə ifadə olunan cümlə üzvü yoxdur deyir. Nə et bişir, nəyi bişir? Xörəyi bişir, kim bişirsin? Sən bişir. Elə deyil. Düzdür. Burada artıq bu olacaq qeyri-müəyyənlik bildirən təsirli hal. Cavabımız elə olacaq A variantı. Mübtəda vəzifəsini işləyən isim vardır. Xeyr. Artıq bu sən leksik şəkilçi olduğu üçün xörək burada olacaq. Qeyri-müəyyənlik təsirli hal, eləmi? Bişir sözündəki ir oldu leksik şəkilçi və bu oldu tamamlıq. Hər şey oradan aydın olur. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi mübtəda yoxdur. Bütün sözlər quruluşca sadədir. Bişir düzəltmə oldu axı leksik şəkilçi olduğu üçün. Xəbər indiki zamanda deyil. Çox qəşəng sual idi. Nümunə ilə bağlı doğru fikirlər müəyyən eləyək. Böyüyür bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Nə deyir? Tabis mürəkkəb cümlədir, bu doğru fikirdir. Öyle deyil. Gah da bölüşdürmə var da. Cavab verin. Bütün cümlə özlərinə aid nümunə var. Gəl baxaq. Anı sileyim, yaxınlaşdırım. Böyüyür. Kim? İlan balası. Hansı ilan balası körpə, hansı bu? Gah o başa, gah bu başa sürünür. Sürünür. Hara? O başa, bu başa. Elə deyil. Tamamlıq yoxdur. Getdi. Sürünür sözü üçbucaq işarəsinin yerinə əlavə olunsa cümlənin quruluş növü dəyişəcəkdir. Gah o başa sürünür, gah bu başa sürünür. Böyüyür körpə. Yox, niyə dəyişir ki? Böyüyür bu körpə ilan balası. Zaten bu birinci cümlədir. Elə deyil. Bu da ikinci cümlədir. Maksimum sən sürünürü bura qoysan, eləyəcəksən ikinci cümlə, üçüncü cümlə. Yəni mürəkkəb cümlədə nə fərqi var? 2 dənə cümlənin birləşməsidir, ya da 3 dənə cümlənin birləşməsidir. Yəni də olacaq mürəkkəb cümlədə. Mövcud şəkildə də mürəkkəbdir, onu da eləsən yenə mürəkkəb olacaq. Xəbərlər qayıdış növündə olan feillə ifadə olunmuşdur. Xəbər böyüyür. Bu qayıdış növü şəkilçisi yoxdur axı. Sürünür. Xəbərlər deyir. Buna aidiyyəti yoxdur. Bu olar. Elə deyil, özü sürünür. Sürünməkdən sürünmək. Orada olar, qayıdış növü, amma birincisine aid deyil. Həmcins xəbərli müəyyən şəxsin deyil. Həmcins xəbərli deyil. Tabii mürəkkəb cümlədə hər iki tərəfin özü mübtədası var. Cavab olacaq A variantı. Dediyim kimi. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edək. Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür. Baxaq. 2 qrammatik əsasdan ibarətdir. Düzdürmü? Yaxşılığı yalnız yaxşılar başa düşür, pisliyi isə hamı başa düşür. Bu mürəkkəb cümlədə, tabii mürəkkəb cümlə. Mübtəda fərqli nitq ilə ifadə olmuşdur. Mübtədalar fərqli yaxşılıq, pislik. Başa düşür kim? Hamı. Kim? Yaxşılar. Birində əvəzlik deyil, birində yaxşı isimdir. Değil mi? Fərqli nitq ilə ifadə olunub, bu da doğru fikirdir. 1-2'ni götürəcəm. 1-2 olan variantda zaten çıxdı cavablar.
Cümlədə uzlaşma əlaqəsi yoxdur. Niyə? Çünki mübtədadan xəbər arasında uzlaşma əlaqəsi var. Cümlənin xəbəri sərbəst söz birləşməsidir. Başa düşmək sərbəst söz birləşməsi deyil, frazeoloji birləşmədir. Frazeoloji birləşmədə sabit söz birləşməsi gedir. Yəni məktəb qrammatikasında əslində belə bir şey yoxdur. Sabit söz birləşməsində bir dənə bu sabit sərbəst 1 2 4 6 olacaq. Cümlədə bütün ikinci dərəcəli ellipsiz var da, ixtisar. Bütün ikinci dərəcəli üzvlər iştirak etmişdir. Nəyi pisliyi? Burada təyin var. Nəyi yaxşılığı? Yoxdur təyin. Verilmiş cümlə ilə bağlı doğru fikirlər müəyyən edək. Sonra qarı dağlara gedib bir ətək çiçək gətirdi. Demək, qarı burada mübtəda olacaq da yəqin ki artıq, eləmi? Gətirdi. Kim qarı? Nə zaman? Sonra. Sintaks təhlil istəyir. Dağlara gedib nə tərzdə gətirdi? Nə gətirdi? Nəyi gətirdi? Çiçək. Eləmi? Nə qədər? Bir ətək. Necə gətirdi? Nə tərzdə getdi? Dağlara gedib. Bu da zərflik də. Quruluşuna görə sadə, məqsəd və intonasiya növünə görə nəqli cümlədir. Nəqli cümlədir, bəli, düzdür. Gətirdi. Nöqtə var və xəbər şəklində. Quruluşuna görə sadə cümlədir. Bu da doğru fikirdir. Burada bir problemli bir şey yoxdur. Bir götürəcəm. Numerativ söz, bəli, bir ətək sözü burada numerativ sözdür. Bax, bir sayda çiçək isimdir, sayda ismin arasında numerativ söz işlənib. Köməkçi nitq hissələri ilə amonimliyi olan əsas nitq hissəsi iştirak edib. Sonra sözü zərfdir. Qoşma ilə amonimdir. Düzdür. Köməkçi nitq hissəsi ilə amonim olan söz işlənib. Cavab olacaq A variantı. Tərkibində söz birləşməsi yoxdur. Dağlara gedib feili birləşmə var. 4 olanlara avtomatik çıxırsan, eləmi? Həm tabirlik, həm də tabesizlik əlaqəsi var. Tabesizlik əlaqəsi yoxdur. Həmci sözlər burada yoxdur. Cümlə özünə hər biri nitq hissəsi ilə ifadə olunmuşdur. Mübtədadan xəbər nitq hissəsi ilə ifadə olunub, amma məsələn zərflik burada dağlara gedib şeydən ifadə olunub. Feili söz birləşməsi, feili birləşmədən. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Məşədi Tağı qəsəbənin ən varlı taciri idi. Cümlə yalnız qrammatik əsasdan ibarətdir. Demək, qəsəbənin yelik taciri mənsubiyyət idamız xəbər. Eləmi? Kim? Məşədi Tağı. Düzdür, cümlə yalnız qrammatik əsasdan ibarətdir. Xüsusi isim mübtədanın ifadə vasitəsidir. Nə deyil? Doğru fikir istəyir də, elə deyil. Xüsusi isim mübtədanın ifadə vasitəsidir. Burada tağıdır xüsusi isim, məşədi ilə mürəkkəb sözdür, burada elə deyil. Ona görə bunu götürmürəm. Leksik məna mürəkkəb ad belə deyək. Leksik mənası olmayan söz sifətin çoxaltma dərəcəsini yaratmışdır. Ən burada varlının ən varlı çoxaltma dərəcəsi yaradır, eləmi? Cümlənin xəbəri baxaq, demək, sakitləşdi kim? Oğlan. Cümlənin xəbəri kökü sifət olan feildir. Sakit də kökü deyil, kökü sifətdir. Sakitləşmək feildir. Bu da doğru fikirdir. Əsas nitq hissəsində yalnız say işlənməmişdir. Əvəzlik var, feil var. Dərhal sakitləşdi. Zərf var. İsim. Bir dəqiqə yoxlayaq. Demək, oğlan isimdir. Sifət var burada, sifət. Sifət yoxdur. Say deyir, yalnız yoxdur. Onu əvəzlikdir. Bu görən feildir. Dərhal zərfdir, bu da feildir. Sifət də yoxdur, say da yoxdur. Bu da yanlış fikir. Köməkçi nitq hissəsi sözə qoşularaq zaman məzmunu yaradır. Kimi, bəli, görən kimi nə zaman qoşma qoşulur. Nə oldu? 1, 3, 4, 6 cavabımız 21-də C variantı. Feili xəbərli müəyyən şəxsin cümləyə baxaq. Komandanın bəş məşqçisi, komandanın yelik məşqçisi, mənsubiyyət bu ismi xəbərdir. Tələbədir ismi xəbərdir. Vidalaşdı feili xəbərdir, eləmi? Sonra qəbul edərlər. Feili xəbərdir. Sakit, əsəbiləşməz. Əsəbiləşmək bu da feili xəbər. Gəl baxaq görə hindi nə istəyir. Yəni adam beyni belə sil. Və istəyirdi müəyyən şəxs cümlə. Səid hamı ilə vidalaşdı kim? Səid. Mübtəda var, xəbər var. Cavab olacaq variant. Birazdan qəbul edərlər. Bu qeyri-müəyyən şəxs cümlədir. Hər şeydən ötürü əsəbiləşməsələr bu da ümumi şəxsli cümlədir.
İkinci dərəcəli cümlə üzvü iştirak etməyən ismi xəbərli müəyyən şəxsli cümlə. İkinci dərəcəli cümlə üzvü iştirak etməyən deyir. İsmi xəbərli deyir, eləmi? İkinci dərəcəli cümlə iştirak etməsin. İsmi xəbər olsun, müəyyən şəxsli olsun. Gəlin birinci ismi xəbərlər seçək. Məsələn, biz kəndə çatanda səhər idi. Nə zaman? Biz kəndə çatanda. Bu müəyyən şəxsli cümlə deyil. Eləmi? Mübtəda yoxdur burada. Buradan sildim bunu. Qarlı bir qış gecəsi idi. Qarlı qış gecəsi idi. Bu da şəxsi cümlədir ümumiyyətlə. Müəyyən şəxsi cümlə deyil. Bu şəxsizdir. Bu da getdi. Sənübərin bacısı həkim idi. İsmi xəbər kim? Sənübərin bacısı müəyyən şəxsli cümlədir. Eləmi? Və ikinci dərəcəli üzvdə iştirak etməyib. Elə 23-də də cavabımız olacaq C variantı. Bu uşaqlar bizim gələcəyimiz. Bizim gələcəyimizdə kim? Uşaqlar hansı uşaqlar bu? İkinci dərəcəli üzv var. Coşqun əməkdir. Nə həyatın mənası? Demək, əməkdir, necə əməkdir? Coşqun. Burada da təyinimiz var. İkinci dərəcəli üzv iştirak etmədiyi eyni şəkildə ismi xəbər müəyyən şəxs cümlədir. Onun fikrini hamıya çatdırdıq. Kimə? Hamıya. Tamamlıq var. Xəstənin ürəyi şiddətlə döyünür. Necə döyünür? Şiddətlə. Zərflik var. Bugünün işi bu gündə görülməlidir. Nə zaman? Bugün. Zərflik var. Gələcək sizindir. Sizindir nə? Gələcək. Bu da xitabdır. Müəyyən şəxslidir və göründüyü kimi ismi xəbərlidir. D variantı. Video izahları iftardan sonra çəkmək lazım. Adamın boğazı təmiz quruyur. Səsim də batır. Hansı nümunədə vasitəsiz nitqə aid cümlənin xəbəri feilin əmri şəklindədir deyir. Vasitəsiz nitqə aid olan cümlənin xəbəri. Vasitəsiz nitq, vasitəsiz nitq, vasitəsiz nitq. Bu. Ulan seçdik vasitəsiz nitqləri. Nə deyir indi? Cümlənin xəbəri feilin əmri şəklində olsun. Baxaq. Var olsun. Elə yormur adamı. A variantını verir. Gəlir. Zaman şəkildə xəbər. Eləmi? İçər xəbər. Nədir? Qocaldın deyir. Ay nə tez qocaldın sən. Qocaldın. Xəbər şəkli. Ay qız nədir adın? Bu da oldu. Bu əvəzlikdə bu. Feil deyil. Neydi? Cavab ilə A variantı etdim. Torpaq deyir, səndən hərəkət, məndən bərəkət. Vasitəsiz nitq durat. Vasitəsiz nitqli bu cümləni vasitəli nitqə çevirmək mümkün. Torpaq deyir ki, səndən hərəkət, məndən bərəkət. Çevirmək olur, düzdür. Bu cümlədəki vasitəsiz nitqdə tərəflər qarşılaşdırılır. Səndən hərəkət, məndən bərəkət. Vasitəsiz nitqdə tərəflər qarşılaşdırılır. Qarşılaşdırılmır axı, səndən hərəkətdir, məndən bərəkətdir. Səndən məndən sözlər çıxışlı qallı əvəzliklə ifadə olunub, düzdür. Səndən məndən çıxışlı qallı əvəzlikdir. Müəllif sözlər feili xəbərlidir, feili xəbərlidir. Mürəkkəb cümlənin tərəflərin intonasiya ilə bağlanır, bu da doğrudur. Cavab olacaq B variantı.